anamız xanım Fatimə Zəhraya müraciət edirəm. Deyirəm, ana, sənin başva dolanım, sənə qurban olum. Ramazan ayı getdi, mən yenə heç nə eləyənmədim. Mən heç nə eləyənmədim. Bu fürsət gəlmişdi, məni oyadanmədi. Mən neyniyim? De görüm, mən neyniyim? Sən o kəs deyilsən ki, sən axır nəfəsində mən oxumuşam. Baxdı başının üstündə ağlayan Əliyə, axır saatında dua elədin. Dedin ki, Allah bizi sevənləri bağışla. Dedim, mən başım üstündə ağlayan Əlinin haqqını and verirəm. Sən belə anasan. Ana, yadındadır, Əlini boynuna kəndir salıb çəkə-çəkə məscidə aparırdılar. Yadındadır. Getdin köməyinə çatdın, Əlinin. Dedim, mən bu kəndirləri qolundan açdıraram, boynundan açdıraram. Ana, bizi də çəkib aparırlar Ramazan ayından. Ramazan ayından bizi çıxardırlar. Şeytan boynumuza kəndir salıb bizi çıxartmaq istəyir. Mən day şeytana yem olmaq istəmirəm. Mən day belə yaşamaq istəmirəm. Necə fəryadınla Əlini xilas elədin, bizi də xilas elə. Şeytanların əlindən. Biz Ramazan ayından vidalaşırıq. Salamat qal. Salamat qal ey Allahın ən böyük ayı. Salamat qal. Sabah bu məscidin divarları ağlayacaq sizlər üçün, darıxacaq. Vallahi hədislərdə var ki, yer, göy möminlər üçün darıxır. Salamat qal ey Ramazan ayının gündəlik duaları. Salamat qal. Ya Əliyyu, ya Azim, ya Qəfuru, ya Rahim. Salamat qalın ey Qədr gecələri. Bikə ya Allah, bikə ya Allah. İlahi bi Əliyin, bi Əliyin, bi Əli. İlahi bi Fatimətə, bi Fatimətə, bi Fatimə. Salamat qal ey coşan kəbir duası. Subhanəkə ya la ilahə illa ənd. Əl-Qaus, Əl-Qaus. Xəllisna minən nar. Ya Rəbb, sən bizi tərk edib gedirsən. Ay mübarək Ramazan ay, səndən üzr istəyirəm. Səndə elədiyim ibadətlərə, elədiyim hörmətsizliyə görə. Səndən bir xahişim var, qiyamət günü Allahla görüşəndə məndən şikayət eləmə. Mənim də bacardığım bu oldu. Amma ilahi sənə vasitə gətirmişəm Həzrət Zəhranı, sən onun sözündən çıxmazsan. Ana, xahiş edirəm, o gözəl əllərimi qaldır, Allahdan istə. Allah bizim günahlarımızı bağışlasın bugün. Allah bu Ramazan ayını bizə sonuncu orucluq qərar verməsin inşallah.